Bəli, bəli. Birinci sualımızdan başlayırıq. Suallarınızı da verə bilərsiniz video əsasında, yəni o problem deyil. Rəqəmlərdə ola bilər ki, təxmini yazıldığına görə tam ədədlər alınmaz. Birinci sualımızdan başlayaq. Birinci sualda deyir, təyin oblastını tapın. Təyin oblastı nə idi? X-in ala biləcəyi qiymətlər çoxluğu idi. Yəni, x kvadrat üstə gəlsin 2x üstə gəlsin 5 ifadəsi böyüdür bərabər 0 götürməliyik. Kökün altındakı ifadə hər zaman müsbət olduğuna görə. Buradan köklərimizi taparıq. x1, x2-mizi taparıq. Bunun üçün də hasilləri 5 diskriminantla tapacağıq. Diskriminant bərabərdir. 4 çıxılsın B kvadrat 4. Hədə b kvadratı, yəni 4 çıxılsın, 4 vurulsun 5, o da eləyəcək mənfi 16. Diskriminantım kiçik 0 olanda nə olurdu? Kökü yox idi. Diskriminantım kiçik 0-dırsa, yəni d kiçik 0, x kvadratın əmsalı 1, yəni a böyük 0-dırsa, bu zaman bizim bu kvadratik ifadəm hər zaman müsbət qiyməti alır. X-in istənilən qiymətində. Ona görə də bu ifadə hər zaman müsbət qiymət aldığına görə təyin oblastım mənfi sonsuzluqdan müsbət sonsuzluq olmuş olacaq. Sual olan var mı? Sıfır olsaydı ne olacak? Sıfır mı? Kök olacaq. Yani hesabda ne olacak? Kökü olacaqdır və həmin kökün daxil olmaqla məsələn müsbət sonsuzluq ola bilərdi. Və yaxud da ki, mənfi sonsuzluqdan həmin yerə gedir, qoldan aşağı. Burada qollar yuxarı isə, əgər diskriminantın 0-a bərabər olsaydı, məsələn, x1-i tapdım 5. Bu zaman, yəni həmin qiymət yerinə qoyanda 0 alırıq. Onda olacaqdır, yenə mənfi sonsuzluqdan müsbət sonsuzluğa. Çünki orada bərabər 0-ımız da var idi. Yenə də bir dənə x-in 5 aldığı qiymətdə 0 alır, qalan qiymətlərdə müsbət alırdı. Çünki şəklimiz belə olur. Tutaq ki, 5 qiyməti almışıq, düzdürmü? 5 qiyməti almışıqsa, bizim funksiyamız zaten yenə hər zaman müsbət qiymətlər alır. Yəni, həmişə böyüdür 0 alır. Bir dənə 5 qiymətdə 0 alır, alsın. Orada da şərtimiz nə idi? Böyüdür, bərabər 0-dır. Həm 0-a bərabərdir, həm də 0-dan böyüdür. Yəni, həmişə ödəyir, bütün şərtlərdə ödəyir. İkinci sualımızda nə idi? A müsbətdirsə, diskriminant mənfi ilə sıfırdırsa, həmişə mənfi sonsuzluq, müsbət sonsuzluq olur. Hə. İkinci sualımızda nədir? Funksiyamız verib, kvadratik funksiyadır, qrafikin veribdir. Yəni, şərtdə də verib ki, fx bərabərdir, ax kvadratı üstə gəlsin bx, üstə gəlsin c funksiyasıdır. Qiymətləri aparıcı sayıcı yerinə qoyacaq, nöqtələrin koordinatlarını yerinə qoyacaq. Bu 3-0 nöqtəsidir, daha sonra 0-3 nöqtəsidir. X-imıza 0 deyəndə c-miz 3 olmuş olur. Biz zaten bilirik ki, y oxunu kəsdiyi nöqtə bizə elə c-nin qiymətini vermiş olur. Onda c bərabərdir 3 yazıram. Bir 0 nöqtəsini aparıb yerinə qoyacağım. Yəni 0 bərabərdir. A üstə gəlinsin B, üstə gəlinsin 3. 4 0 nöqtəsini aparıb yerinə qoyacağım. 0 bərabərdir. 16A üstə gəlinsin 4B, üstə gəlinsin 3. Sonra bunu sistem tənliyi halına gətirdik. Birinci tənliyin hər tərəfini mənfi 4-ə vuracağım. Olacaq mənfi 4A çıxılsın 4B, çıx 12. 16A üstə gəl 4B, üstə gəlsin 3. Bunları tərəf-tərəfə toplasaq nə verəcək bizə? 0 bərabərdir, 12A, o da çıxılsın 9. A da bərabərdir, 9 bölünsün 12-yə, yəni 3 bölünsün 4-ə. A-nı da belə tapandan sonra nə edərik? Təpə nöqtəsinin x-ini necə tapırıq? Toplayıb yarıya bölürük. Toplayıb yarıya bölürük. 4 ilə 1-i toplayıb yarıya bölünəcək 2/5. İndi təpə nöqtəsinin x-inə mən nə deyirdim? Nə adlandırırdım? M. Asimmetri yoxu da deyirdi. M Mahmud, düzümü? Həmin M-in düsuru nə idi? M bərabərdir mənfi B böl 2A.
İndi biz A-nın qiymətini bilirikmi? Bilirik. M-in qiymətini bilirikmi? 2/5 bilirik. Buradan da B-nin qiymətini taparam. Yəni 2/5 bərabərdir. -B bölünsün 2 vurulsun 4/3. 2 vurulsun 4/3. O da 1/5 edir. 1/5 2/5'e vur tez elə. 1/5 2/5'e vur. B bərabərdir. Alırıq mənfi. 4/3. Neçə edir? 3/4/3. İnanaq. Bəli. Yəni 375. İşte mənfisi var deyir. Bəli, mənfisi də var. Ha, indi bizdən nə istəyirdi şərtdə? Misalın şərtində istəyir ki, A üstəgəl 2B, A üstəgəl 2B, üstəgəlsin 3C-ni tap. A-nın qiyməti bəllidir. 0,75. 2B, B-nin qiyməti bəllidir. 2-yə vuranı necə eləyəcək bu? 7/5. -7/5. Üstəgəlsin 3C, yəni 9. Bunu hesablayacağıq. Çıxanda eləyəcək 1/5, üstünə də bunu gələndə 2/25. Sual olan varmı? Amma Zəhra, bax bir çox misallarda, imtahanlı düşən misallarda, buradan bəzən heç bura gəlib çıxmağa ehtiyac olmur. Xüsusilə də 11 buraxılış tipində olanda və yaxud 9 buraxılışında düşəndə, belə deyək, bunları tərəf-tərəfə toplayanda və yaxud tərəf-tərəfə çıxanda, bir dəfə toplamasına bax, bir dəfə çıxmasına bax. O zaman bizə avtomatik istədiyi nəticənin mislini verir. Məsələn, buradan tutaq ki, atıram, aldıq ki, 2A çıx B bərabərdir 3 aldıq, eləmi? Tutaq ki, tərəfə toplayanda. Burada səndən istəyəcək 4A çıx 2B-ni. Yəni, tutaq ki, 2 qatını istəyə bilər və yaxud da 5 qatını istəyə bilər. Bir də ona diqqət edin. Çox vaxt burada toplayanda orada birbaşa cavabımız da çıxır. Bu özümüzdən yazdığımıza görə biraz ama fikir verməmişik. Keçdik 3-cü sualımıza. 3-cü sual əslində çətin sual deyil, asan sualdır. 2-ci sual maraqlı sual idi. 3-cü sualda deyir ki, tərtibi 10 olarsa, x-i tap. Birinci tərtibi tapa bilmək üçün ədədi standart şəkildə yazmaq lazımdır. Ədədi standart şəkildə yazmağımıza görə A bərabərdir, A vurulsun 10 üstü n deyirdik. Buna qiymətli hissə deyirdik. Buna deyirdik tərtib. Tamam mı? Bu qiymətli hissənin şərti var idi. Nə idi qiymətli hissənin şərti? 1-10 arasında olmalıydı. A böyüdür bərabərdir 1, kiçikdir 10 şərti ödənməliydi. İndi 342-ni mən bu şərti gətirə bilməyim üçün nətər yazaram? 3/42. Bunu 3/42 eləmək üçün neynədir? 100'e böldük. Onda bir de yanında 10 üstü 2 yazaq. Vurulsun 10 üstü x 10 üstü x plus 2 olsun. Bunu sadələşdirsək 3/42 vurulsun 10 üstü toplayacağım x plus 4 və bu zaman mənim tərtibim nəyə bərabər olmuş olur? 10'a bərabər olmuş olur. Onda x plus 4'ü 10'a bərabər eləsəm x ilə bərabərdir 6 olmuş olacaq. Cavabımızı tapırıq. İkinci sualı var mı? Hayır. Dördüncü sualımız. Dördüncü sualda diye sadələşdir. 9 üstəgəlsin 4 kökdə 5. Bu ifadələri, kök altındakı ifadələri sadələşdirməyin iki yolu var. Ha? Ha, 4 budur. Tamam, 4'ü buna baxaq, onu keçər ona. O 5'dir. Dördüncü sualda kökdə 70 üstəgəl 7'nin deyir ki, bizə kəsr hissəsini tap. Kökdə 70'dən uğur nə çıxır təxminən? 7, 8. 8 tam nə qədərsə. 8 tam nə qədərsə, üstəgəl 7 nə verir mənə? 15 tam nə qədərsə. Tamam mı? 15 tam nə qədərsədən, nə qədərsəni tapmaq üçün nə edərəm? 15. Ölçüdə çıx. Çıxarıq 15'i, yəni kökdə 70, üstəgəl 7'dən çıx 15'i, bu ifadə mənə onun kəsr hissəsini vermiş olur. Biraz da dəqiqləşdirsək, belə bir şey deyim. 3/2'nin kəsr hissəsi. 10/2 necə tapdıq? 3'ü çıxdı. Ümumiyyətlə kəsr hissənin tapılmasının qaydası budur. Ədəddən çıxırıq tam hissəni. Bizə nəyi vermiş olur? Kəsr hissəni vermiş olur.
Onda 3/10-dan 3-ü çıxanda mən 0/10 kəsr hissəni tapıramsa, bir arada bu çoxluq mötərizəsi ilə kəsr hissəni qeyd edirlər. Bəzən kəsr hissə olduğunu demədən bu formada qeyd edirlər. Uşaqlar orada çaşmayaq. Əgər bu formada görsək, birinci nədir bu? Onun kəsr hissəsidir, ədədin kəsr hissəsidir. Tam hissəni isə belə qeyd edirik. Köşkdə 70-dən 8 hazır 64, o da köşkdə 6. Bu ədədim nədir? Köşkdə 70 gəlsin. 7 deyil. Hə? Biz də bunu sadələşdirəndə deməli 15 tam nə qədər edir? 15 tam nə qədərin tam hissəsi nədir? 15. Onda öz ədədimdən həmin o tam hissəni çıxıram. Yəni istənilən halda bu tip misalların hamısında bu xassələr qayda ödənir. Gəldik 6-cı sualımıza, 5-ci sualımıza. 5-ci sualda nə deyir? 9 üstə gəlsin 4 köşkdə 5 ifadəsini sadələşdir. Uşaqlar, bu suallarda ya verilən ifadəni kvadratı yüksəldirik, sonra aldığımız cavabı biz də köşə salarıq. Bu uzun versiyadır. Və yaxud da köşün altında verilən bu ifadəni mötərizə kvadrat şəklində göstərib köşkdən çıxardarıq. Bu da nəyin mötərizə kvadratı deyə düşünürəm. Nəyin mötərizə kvadratı kimi düşünürsənsə, bu ifadə mənə 2AB-ni, bu ifadə isə A kvadrat üstə B kvadratını verir. Ki mən bunları toplasam, bunların cəmi A üstə gəl B-nin mötərizə kvadratını verər. Onda bu ifadədə 2AB-nin yerinə 4 köşkdə 5 varsa, mən bunun hər tərəfini 2-yə bölərəm AB-ni tapa bilmək üçün. 4 köşkdə 5-i 2-yə bölsəm, 2 köşkdə 5 nə vur nədir? Yəni A vur B-ni verir də mənə. İndi A nədir, B nədir sizə? Ya 2 ilə köşkdə 5. Ya 1 ilə 2 köşkdə. ola bilər də 1 vurulsun 2 köşkdə 5 olsun və yaxud da 2 vurulsun köşkdə 5 olsun. 9 verməlidir. Bəli, kvadratların cəmi amma mənə nə verməli? 9. O da hansı şərtdə ödəyəcək? 2 Köşkdə 5. köşkdə 5-də ödəyəcək. 2-nin kvadratı 4, köşkdə 5-in kvadratı 5. Toplayanda 9-u verirmi? Verir. Onda deməli mənim A-nın yerinə nə dayanacaq ki? B-nin yerinə dayanacaq? B köşkdə 5. Yazıram. 2 üstə gəlsin köşkdə 5-in mötərizə kvadratı. O da bizə verir 2 üstə gəlsin köşkdə 5. Buna da deyirik ifadəni sadələşdirmək. Sual var mı? Növbəti 6-cı sualımız. Ümumiyyətlə sualım var. Belə bir şəkil verib, əslində çətin bir şey deyil. Bura 4-dür, bura 5-dir, düz bucaq, düz bucaq təpəsindən hündürlüyü çəkilib. Bura x istəyir bizdən. Ona köşkdə 20 verir də. Bura x düsturumuz vardı, oxşarlıqdan çıxırdı. Aran köşkdən 20 verir. O maşını vermir ki. Yox, o dəyişmiş orada sualı. Bura x-ən düsturuna görə nə idi? Bunun kvadratı, yəni x kvadratı bərabərdir. 5 vurulsun. 9'a. X'e beraberdi. Köşte 45. Bitti. Bu qədər sadə. Sən burada h kvadratı m ilə h-ı tapıb, sonra Pifagordan bir də bunu tapmaq istənsə, ehtiyac yoxdur. X-in kvadratı bərabərdir. Bu tərəf, bu x Amma elə deyirlər, orada köşkdə 20 olur, onun kvadratına görə. Olur. Təbii ki olur. Bizim bu düsturumuz da oxşarlıqdan çıxır. 7-ci sualımız bizə bu kvadrat tənliyimizi verib və deyir ki, x1, x2 bu kvadrat tənliyin köşkləri olarsa, bu ifadəni tapın. 1 bölünsün x1 üstə gəlsin, 1 bölünsün x2 bizə verəcək nə? x1 vurulsun x2. Sürətdə verəcək x2 üstə gəlsin x1. Tamam, köşklərin cəmi neçə verir mənə? Köşklərin cəmi? -6. Köşklərin vasitəsi nəyə verir mənə? -5. Bitti. O da 1,2. Qismət fazla köşkdən yerini qoyulur. Çox uzanır. Çox uzanır. Səkkizinci sual. 8-ci sualda çox düşən BDM-də xassə istifadə olunub. Çox düşür bu xassə. Bucaqların tənbölənlərini deyir verir. M nöqtəsi bucaqların tənbölənlərin çəkişmə nöqtəsidir. Əgər buradan mən tənbölən çəkmişəmsə, bura alfadirsə, burada alfadır. Bura alfadirsə, burada məcbur alfadır, daxili çarpaz bucaqlardır. Bura 5-sə onda burada 5 olur. Paralleqram verilib şərtdə. Bura paralleqramsa 5-sə, burada nə olmuş olur? 5.
Eyni zamanda burada neydi? Tembölenliydi. Beta betadırsa burada beta olur. Onda burada buna beraber olur. Onda burada 5. Paralelogramın uzunluğu 10. Yan tarafı 5 ise 10 üstəyə gəl 5 vur 2 bizə tapırıq bunun perimetrini. Sual var mı? Bu tembölənin xassəsini xatırlatmaq üçün sual salınıb. Bu xassə çox düşür. Burada bərabər yanlı 3 bucaq yaranır. 9-cu sual. Bu tip sualları işləyə bilməyim üçün ya bunun düstur açılışını verməlisiniz, ya da bunun hər tərəfin kvadratı yüksəltməlisiniz. Mən hər tərəfin kvadratı yüksəldəcəm. A üstəyə gəlsin 1 böl A bərabərdir 2/6-ya. Kvadratı yüksəldəndə A kvadratı üstəyə gəl 1 böl A kvadratı üstəyə gəl 2 vurulsun A vurulsun 1 böl A bərabərdir 2/6-ın kvadratı neçə edir? Alttan %76. Bunlar ixtisar gedir. İkisini də digər tərəfə keçirəndə 4 tam %76. Kvadrat yatmaq bir bölsünə kvadrat. 10-cu suala baxaq. 3x vurulsun kökün altında x'in kvadratı vur y'in kubu. Bizə deyir x böyüdür 0, y kiçikdir 0. Y mənfidirsə, kökdən çıxardanda mən nəyi nəzərə almalıyam? İşarəsi diqqət eləməliyim. X böyük 0-sə umurumda deyil zaten. Amma yenə də bunun kvadratı köklə gedir. X çıxır çölə. Yəni 3x vurulsun x çıxdı çölə. Y kubunu isə parçalayacağım nətər? Y vurulsun y kvadratı kimi y biri qalacaq çərdə. Bu y kvadratı köklə gedəcək yenə çıxacaq çölə. Çölə çıxanda bəli, y kiçikdir 0 olduğuna görə qarşısına mənfi atacağam. Sadələşdirsək mənfi 3x kvadratı y kökdə y. Belə bir ifadə alınmalıdır. Burada da bu xassəni xatırlayaq ki, verilən məhsulun dəyişənin y-dən də 0-dan kiçikdirsə, içəri salsaq da ifadənin qarşısına mənfaat, çölə çıxartsaq da ifadənin qarşısına mənfaat. Bu xassəni unutma. Tamam mı? Sual var mı? Tamam, növbəti videoda görüşənədək.